Deməli, mövzu yerin günəş ətrafında hərəkətidir. Baxaq, diqqətlə qulaq asaq, nəyə başa düşmədik yarıda deyin, dayanım, təzədən izah edeyim. Deməli, birinci bundan başlayaq ki, yer, belə deyim də, öz oxu ətrafında tam dövrəni 365 gün, 5 saat, 48 dəqiqə, 46 saniyəyə başa vurur. Yəni ki, 1 ilə. Deməli, yer orbit müstəvisinə 66,5 dərəcə meyillidir. Bu nə deməkdir? Məsəl üçün, fikir verirsiniz, qlobus, belə deyim də, düz deyil. Bunu sənətə göstərir. Məsəl üçün, tutam ki, qlobus belə olmalıdır. Məsəl üçün, belə düz olmalıdır. Amma belə deyil. 66,5 dərəcə meyillidir. Yəni, baxın, belədir. Bunun nəticəsində də yer kürəsinin hər tərəfi eyni şəkildə işıqlanmır. Yəni, məsəl üçün, ona görə, məsəl üçün, qütblər soyuq olur, orta hissələr isti olur. Günəş, belə deyim də, hər tərəfi fərqli işıqlandırır. Bunun nəticəsində 66,5 dərəcə meyilli olmasının nəticəsində fəsillər yaranır. Qütb gecələri, gündüzləri yaranır. Bircə dəqiqə uşaqlar. Aha. Deməli, fəsillər qütb gecə gündüzləri yaranır. Yayda gündüzün uzunluğu çox olur. Qışda gecələrin uzunluğunun artmasına səbəb olur. Bunlar deməli meylliliyin nəticəsində baş verir. Gələk indi burada bir dənə məqam var. Qulaq asaq diqqətlə. Bir dənə cümlə yazdıq. Bayaq dedik ki, yer öz oxu ətrafında 66,5 dərəcə meyillidir. Yer orbit müstəvisinə daha doğrusu 66,5 dərəcə meyillidir. İndi burada normal ekvator xəttini çəkirəm. Ekvator şimal tropiki 23,5 şimal enliyi, 66,5 şimal enliyi, sonra 90 şimal enliyi, şimal qütbü. İndi baxın, uşaqlar, mümkündürsə, nəysə arada deyin ki, başa düşdüm, mən bildim ki, bəlkə eşitmirsiniz məni, belə başa düşəmirəm. Deməli, baxın, əgər yer orbit müstəvisinə 66,5 dərəcə meyillidirsə, qütb dairələri 66,5-dən keçir. Baxın, bunların cəmi bir dənə cümlə deyim, yadda saxlayın. Qütb dairəsi ilə tropikin cəmi 90 dərəcə eləməlidir. 23,5, 66,5, 90 dərəcə edir. Əgər testdə bizə desə ki, yer orbit müstəvisinə 66,5 dərəcə yox, 70 dərəcə meyilli olsaydı tropik hardan keçərdi? Deməli, bu zaman 70 dərəcə meyilli olsaydı qütb dairəsinin enliyi olacaqdı 70 şimal enliyi. Bu 90 olsun deyə tropikdə keçəcəkdi 20 şimal enliyindən və yaxud cənubda da eyni söhbət gedir. Və yaxud desək ki 60 dərəcə meyillidir. Qütb dairəsi olur 60 şimal enliyi. Tropik də olur, bunların cəmi 90 olsun deyə 30 şimal enliyi. Bu oldu meylliliyin dəyişməsi. Bura qədər problem var? Yoxdur müəllim. Ay sağ ol. Ay sağ ol. Deməli, davam edək. Deməli, günəşin zenit vəziyyəti nə deməkdir? Baxın, tutalım ki, evdə məsəl üçün televizora xod verəndə, məsələn, səsini çoxaldığında, bunun maksimum bir həddi olur da, məsəl üçün 10-a qədər yüksəldə bilirsən. Ondan o tərəfə getmir. O məsəl üçün onun xodunun maksimum həddidir. Günəşində maksimum istiliyinin bir həddi var. Bu 90 dərəcədir. Maksimum bucaqdan düşməsidir. Əgər günəş hər hansı bir yerə maksimum bucaqdan düşürsə, yəni 90 dərəcə bucaq altına düşürsə, buna deyirlər günəş burada zenitdədir. Yəni düz həmin məntəqənin düz üstündədir, düz təpəsindədir. Baxın, məsəl üçün burada bir dənə tutalım ki, ev çəkirəm, məsəl üçün. Baxın, tutalım ki, bu evdir. Günəş düz bunun təpəsində olanda günəş olur zenitdə. Əgər günəş məsəl üçün burada olsa, bu zenitdə sayılmır. Düz günəş bunun təpəsində olmalıdır zenitdə olması üçün. Yəni ən çox istiliyi düşməlidir 90 bucaqla. Bu saatsa günəş haçan bu vaxtda olur? Saat 12:00-da günəş düz həmin məntəqənin üstündə olur, təpəsində olur. Amma bütün məntəqələrin yox. İndi gələk bura. Baxın. Bunu silək. Buradan təzədən ekvator xəttini çəkirəm. Şimal tropiki. Qütb dairəsi. 90 şimal enliyi. Yəni cənub yarımkürəsində cənub tropiki. Cənub qütb dairəsi və cənub qütbü. Baxın, bir dənə bir şey deyirəm, bunu yaddan çıxartmayın. Günəş ancaq tropiklərin arasında gedir, gəlir. Yəni, məsəl üçün biz yerləşirik 40 şimal enliyində. Günəş heç vaxt 40 şimal enliyində olmur. Düzdür, biz günəşi görürük. Məsəl üçün günəş tutam ki burada olanda belə biz onun yenə istiliyini və ya işığını hiss edirik. Yəni günəş heç vaxt bizim ölkəmizdə zenitdə ola bilməz. Yəni 23.5 paralellərin arasında olur. Məsəl üçün 23.6-da artıq günəş zenitdə olmur.
Ancaq şimal tropiki ilə cənub tropikinin arasına gedəcək günəş. İndi bunun üçün 4 dənə əsas tarix var coğrafiyada. 21 mart, 23 sentyabr, 22 iyun, 22 dekabr tarixləri. Məncə yəqin ki, hamınız bu məktəbdə eşitmisiniz. Başlayaq 21 mart tarixindən. Baxın, 21 mart tarixində Günəş ekvatorun üzərində zenitdə olur. Yəni bura zenitdə olursa, deməli Günəş bura düşür 90 dərəcə bucaq altında. Maksimum istiliyini verir bura. Baxın, Günəş 21 mart tarixində olduğu ekvatorda zenitdə. Dünyanın tən ortasında da onda biz deyə bilərik ki, Günəş şimal və cənub yarımkəsini bərabər şəkildə işıqlandırır. Və bu zaman deyə bilərik ki, 21 mart tarixində, yəni ekvatorda zenitdə olanda, yəni bura maksimum istiliyi ilə düşəndə, 90 dərəcə bucaqla düşəndə, gecə ilə gündüzün uzunluğu bir-birinə bərabər olur. 12 saat gündüz olur, 12 saat gecə olur. 21 mart tarixindən sonra Günəş yavaş-yavaş gedir şimala, qalxır yuxarı. Buradan məsələn belə-belə qalxır, gəlir, olur şimal tropikinin üzərində zenitdə. Şimal tropikinin, üzr istəyirəm, burada bunu demədim, bir dənə qaydaq bura. Ekvatorda 21 mart tarixində dedik ki, 90 dərəcə bucaqla düşür, burada zenitdədir. Bu zaman ekvatordan şimaldakı ərazilərdə başlayır yaz fəsli, ekvatordan cənubdakı ərazilərdə başlayır payız fəsli. Yəni, məsələn, 21 mart tarixində bizdə nə başlayır? Yaz fəsli. Amma ekvatordan cənubda, məsəl üçün Argentina və yaxud Carda, cənub ölkələrində də fərq eləmir. Onlarda başlayır payız fəsli. Yəni, 21 mart bizdə yaz, deməli, cənub yarımkəsində oldu payız. Buna deyirlər yaz gecə-gündüz bərabərliyi günü. Yadda saxlayaq. Deməli, 21 mart tarixindən sonra Günəş gedir şimala, gəlir şimal tropikinin üzərində zenitdə olur. Bu zaman olur 22 iyun tarixi. 22 iyun tarixində artıq Günəş şimal tropikinin üzərində zenitdədir. Bu zaman ekvatordan şimaldakı ərazilərdə, yəni şimal yarımkürəsində yay, ekvatordan aşağıdakı ərazilərdə, yəni cənub yarımkürəsində başlayacaq qış fəsli. Məsəl üçün, bizdə yay olur da 22 iyun. Bizdə yay başlayanda cənubda qış fəslidir. Buna deyəcəyik yay gün dönümü. Deməli, baxın, 22 iyundan sonra, axı dedik, Günəş 23.5-dən artıq yuxarı getmir, bu aralıqda gedəcək. Təzədən Günəş gəlir aşağı, gəlir ekvatorun üzərində olur zenitdə. Təzədən yenə. Artıq bu zaman olur 23 sentyabr tarixi. 23 sentyabr tarixində yenə ekvatorun üzərində zenitdədirsə, yenə 90 dərəcə bucaqla düşürsə, 21 marta aid olan hər şey 23 sentyabrda aid olacaq. Yəni, Günəş ekvatorun üzərində zenitdədir. Şimal və cənub yarımkürələri tən ortadadırsa bərabər şəkildə işıqlanacaq. Daha sonra gecə ilə gündüzün uzunluğu bir-birinə bərabər olacaq. Bunlar yəni 21 marta aid olan hər şey buna da aiddir. Burada bir dənə fərqlilik nədir? Artıq 23 sentyabr tarixində ekvatordan şimalda, yəni bizdə başlayacaq payız fəsli, ekvatordan cənubdakı ərazilərdə başlayacaq yaz fəsli. Məsəl üçün 23 sentyabrda bizdə hansı fəsl oldu? Təzəlicə girdi. Payız fəsli, qışa doğru gedir. Amma artıq cənubda isə havalar istilənməyə doğru gedir. Yəni orada yaz fəsli başlayır. Daha sonra 23 sentyabrdan sonra Günəş gəlir aşağı təzədən. Gəlir cənub tropikinin üzərində zenitdə olur. Yəni bura 90 bucaqla düşür. Artıq burada olur 22 dekabr tarixi. 22 dekabr tarixinə deyəcəyik qış gün dönümü. Qış gün dönümündə Günəş cənub tropikində zenitdə olur. Baxın, indi məntiqən düşünək. Günəş cənubda zenitdədirsə, Günəş artıq bizdən uzaqdadır. Şimal yarımkürəsində ekvatordan şimaldakı ərazilərdə başlayacaq qış fəsli, yəni dekabr bizə qış aylardır. Amma ekvatordan cənubdakı ərazilərdə başlayacaq yay fəsli. Yəni bizdə qış olanda, məsəl üçün Avstraliyada yay fəslidir. Və yaxud Carda, və yaxud Argentinada, və yaxud nə bilim Uruqvayda, yəni fərq cənubdakı bütün ölkələrdə bizim əks fəslimiz olur. Buraya qədər problem var kimdəsə? Yoxdur müəllim. Abbas, Sevinç, Aysu xanım başa düşürük. Başa düşürüm. Bəli müəllim. Buraya qədər hər şey okeydirsə davam edeyim. Bəli. Aha. Deməli, qütb gecələri və gündüzləri anlayışları var. Qütb gecəsi və gündüzü nə deməkdir? Bunu silin bircə dəqiqə. Qütb gündüzü odur ki, Günəş 6 ay orada batmır. Qütb gecəsi də odur ki, Günəş 6 ay orada çıxmır. Deməli, qütb gecə gündüzləri ancaq olur 66.5 ilə 90 paralellərin arasında. İndi çox xahiş edirəm, mən sual verəcə cavab verin. Mikrofonunuzu açıq saxlayın. Kameranı açmasanız da olar. Baxın,
Günəş tutalım ki, şimal tropikində zenitdədir. Sizcə şimal qütb dairəsində qütb gündüzü olar yoxsa qütb gecəsi? Qütb gündüzü. Bəli. Gündüzü olur. Çünki günəş şimal tərəfi daha çox işıqlandırır. Baxın, görün bu şimal tropikində zenitdəsə, gör burada nə qədər uzaqdadır günəş. Deməli, cənub qütb işıqlanma qurşağında isə qütb gecələri olacaq. Amma günəş gəlsə cənub tropikində zenitdə olsa, burada artıq nə olacaq? Gündüz. Gündüz. Amma üzə şimalda qütb gecələri olacaq. Bura qədər problem yoxdur ki. Xeyr. Aha, maraqlı mövzudur bu. İndi gələk, işıqlanma qurşağı nədir? Yazıram. Şimal tropiki ilə burada yazım cənub, burada yazaq şimal. Şimal tropiki ilə cənub tropikinin arasına deyəcəyik tropik işıqlanma qurşağı. Buradan çəkim. Sonra 66.5 ilə 23.5 aralığına deyəcəyik mülayim işıqlanma qurşağı. 66.5-90 aralığına deyəcəyik qütb işıqlanma qurşağı. Daha sonra şimal tropikinə yenə 66.5 arası oldu mülayim işıqlanma qurşağı. Burada oldu qütb işıqlanma qurşağı. Bura olacaq şimal mülayim işıqlanma qurşağı, şimal qütb işıqlanma qurşağı. Burada olacaq cənub mülayim işıqlanma qurşağı, cənub qütb işıqlanma qurşağı. İndi baxaq. Suallarıma cavab verin. Deməli, baxın, günəş ancaq hansı işıqlanma qurşağında zenitdə olur? Tropikdə. Ay, sağ ol. Çünki şimalla cənub arasında gedir gəlir, düzdür? Onda biz deyə bilərik ki, günəş mülayim və qütb işıqlanma qurşağında zenitdə olmur. Bəli. Günəş onların üzərinə getmir, düzdür? Burada okey. İndi baxın, məntiqən düşünək. Günəş ancaq tropik işıqlanma qurşağında zenitdə olursa, deyə bilərik ki, onda tropik işıqlanma qurşağı həmişə çox istidir. Qış hiss olunmur. Deyə bilərik? Bəli. Ay, Deyə bilərik. Abbas bəy, buradasan? Bəli, mən. Arada səsini çıxart, bilin buradasan. Deməli, tropik işıqlanma qurşağında günəş gəlib gəlirsə, dövr edirsə, deməli bura çox istidir, düzdür? Qış hiss olunmursa, onda biz deyə bilərik ki, tropik işıqlanma qurşağında fəsil dəyişkənliyi zəif hiss olunur. Bəli. Aha, Bəli. indi qütblərə gələk. Baxın, qütblərdə də çox uzaqda ekvatordan, tropiklərdən, düzdür? Burada həmişə soyuqdur, yay hiss olunmur, düzdür? Bəli. Onda deyə bilərik ki, qütblərdə də fəsil dəyişkənliyi aydın hiss olunmur. Bəli. Onda gəldik bura ki, tropiklə qütblərin oxşarlığıdır ki, fəsil dəyişkənliyi zəif nəzərə çarpır. İndi gəldik bizə. Biz hansı işıqlanma qurşağında yerləşirik? Mülayim. Mülayim. 40 paralel 23.5-dən 66.5 arasında yerləşir. Bizdə hiss olunur fəsil dəyişkənliyi. Bəli. Bəli, məsələn, yay konkret istidir, qış konkret soyuqdur, yaz özünü yaz kimi aparır, payız özünü payız kimi aparır. Onda biz deyəcəyik ki, tropiklə qütblərdə zəif nəzərə çarpır fəsil dəyişkənliyi, amma mülayimlərdə isə aydın nəzərə çarpır. Düzdür? Bəli. Aha, bu belə. Gəlsək bura, baxın, paragrafda da yenə konkret olaraq yazmışıq. Çox detallı şəkildə. Qütb gecə gündüzləri haqqında məlumat vermişəm. Gələk bu şəkillərə. Bu şəkillər çox önəmli şəkillərdir. Bu hər yerdə qabağımıza çıxacaq. Məsələn, indi bunun üstünə yazmışam da, bu şəkil 22 iyunun şəklidir, bu şəkil 22 dekabrın, bu da 21 martdan 23 sentyabrın. İndi yazılmasını necə tapacaqsınız? Baxın, qlobusu görürsünüz. Qlobusun bu sol tərəfi fikir verin qaranlıqdır. Aha, baxın, cənub qütbü görürsünüz qaranlığa düşüb. Baxın, dəqiqə. Cənub qütbü görürsünüz qaranlığa düşüb, amma şimal qütbü aydınlıqdadır. Onda cənub qütbündə qütb gecələri sayılır da, düzdür? Cənub qütbündə qütb gecələri isə deməli günəş harda zenitdədir? Şimalda da. Bəli, şimal tropikində. Onda bu deyə bilərik ki, bu diaqram 22 iyun tarixidir. Bəli. Sevinç, başa düşdü? Bəli. Nəsə şübhəli danışdın. Aysun, başa düşdü? Bəli. Abbas, buradasan? Bəli, bəli. İndi bu birisi diaqrama baxın. Burada da görürsünüz bu tərəf qaranlıqdır. Burada da şimal qütbü qaranlığın içinə düşüb. Deməli şimalda qütb gecələri olur da, düzdür? Onda günəş burada harda zenitdədir artıq? Cənub tropikində. Onda bu da olacaq 22 dekabr tarixi.
Bu 21 martla 23 sentyabrda sadədir. Düz qoyulub qlobus. Yəni bunlarda isə əyridir. İşıqlanma qurşaqlarını dedik. Burada da eynən yazılıb. Daha sonra gələk kölgə söhbətlərinə. Baxın. Azimutlar mənə kömək eləyin çəkməyə. Bura nə idi? 0. Bura? 0. Bura? 180. 180. 170. 270. Bura nə idi? 45. 135. 225. İndi baxın. 15. Çox sadə bir yolla izah edəcəm sizə. Günəş şimaldadsa, kölgəsi cənubdadır. Günəş şimal-şərqdədirsə, kölgəsi cənub-qərbdədir, əks tərəfində. Günəş şərqdədirsə, kölgəsi qərbdədir. Problem var burada. Xeyr. Bu rahatdır. İndi gələk. Ekvator xətti çəkirəm burada. Burada bir dənə şimal tropiki çəkirəm. Bura bir dənə Bakı çəkirəm. 40 şimal enliyi. Burada bir dənə cənub tropiki çəkirəm. Burada bir dənə 40 cənub enliyi çəkirəm. Bu da Yeni Zelandiyadır. Buraya yazıram Yeni Zelandiya. Burada yazıram Bakı. Baxın. Bakı günəşi özündən ancaq hansı azimutda görə bilər? Şimalda. Ay bala. Fikirləş. Cənubda. Cənubda axı tropiklərin arasında olur axı günəş ancaq. Düzdür? Bir dəqiqə. Bəli. Bax, Dinara, Bakı 40-dadır axı. Günəş ancaq tropiklərin arasında olursa, deməli günəş Bakıdan ancaq cənubda görsənir, düzdür? Məsəl üçün Yeni Zelandiya günəş həmişə özündən harda görməlidir? Cənubda. Şimalda. Şimalda. Aha, baxın. Günəş şərqdə çıxır, qərbdə batır. Bunu bilirik məncə. Baxın. Məsəl üçün burada dayanan bir adam var bu nöqtədə. 40 şimal enliyi tən ortadan götürürsüz testlərdə bunu. Günəş burada çıxır, şərqdə çıxır, düzdür? Burada da hazırda. Burada dayanan adam günəşi özündən hansı azimutda görər? Cənub-şərq. Cənub-şərq. Onda bunun kölgəsi hardadır? Şimal-qərb. Şimal-qərbdə, əks tərəfində. İndi bu günəşin çıxdığı vaxt oldu. Burada deyənə yenə bir adam var. Günorta saat 12:00-da günəş tən ortada olur. Günəşi özündən harda görür? Cənubda. Cənubda. Kölgəsi harada onda? Şimal. Günəşin batdığı da qərbdədirsə, bu özündən harda görür günəşin batdığını? Cənub-qərb. Cənub. Onda kölgəsi də şimal-şərqdədir. Burada problem var. Xeyr. Aha. Daha sonra, bax burada yenə də eyni, əslində bunu məntiqən başa düşürsüz, əzbərləməyə ehtiyac yoxdur. Günəş cənub-şərqdədirsə, kölgəsi şimal-qərbdədir, cənubdadırsa şimaldadır. Yəni məntiqən tutdursa əzbərləməyin məncə. Daha sonra gəldik bura. Baxın, günəş hər hansı bir yerə 90 dərəcə bucaq altına düşərsə, yəni zenitdə olarsa, orada cismin kölgəsi olmayacaq. Yəni kölgə sıfıra bərabər olacaq. Məsəl üçün sənə testdə deyəcək ki, məsəl üçün 20 şimal enliyində cismin kölgəsi yoxdur. Yəni bil ki, sənə deyir ki, günəş burada zenitdədir. Əgər desə ki, buralara hələ çox detallı danışmayacağam, gələndə məsələ üzərində konkret olaraq işləyəcəyik. Məsələn, sənə desə ki, məsəl üçün cismin hündürlüyü 100 metrdir, düzdür? Onun kölgəsi məsəl üçün 200 metrdir. Demək ki, günəş ora 30 bucaqla düşür. Bu niyə? Çünki cismin hündürlüyünün 2 dəfə çox olduğunu göstərir. Nəsə, buraları çox detallı danışmayacağım. Bu gələn dərsin materialıdır. Günəşin düşmə bucağını bu dərsi izah eləməyəcəm. Çox yüklənməyək. 17-18 oxuyacaqsınız evdə. Bizim toplumumuz var. Toplumlar xəritə qlobusu 1-dən 50-yə baxmamışıq məncə biz. Baxmamışıq, düzdür Sevinç? Baxmışıq? Baxmamışıq. Hə, 1-dən 50-yə din səhvlərinizi onu da izah edeyim. Sağ olun. Xeyr. Abbas yazmısan da inşallah ki. Bəli, bəli. Aha. Din səhvlərinizi. 16'ya kadar var. Baxmıyorum.
Bax 16-ya. Miqyasdan 5 dənə 0 sildim. Miqyasım gəldi 1. 2 dənə xəritədəki məsafə var. Biri 10 sm-dir. İkisinin də miqyası ortadır, eynidir. Biri 20 sm-dir. İkisindən də həqiqi məsafə tapsaq, bu eləyəcək 10. Bununla da eləyəcək 20, düzdür? 10, 20 ya C-dir ya da D-dir. 1 bölünsün 100 min hansı miqyaslıdır? Hə, Sevinç? Böyük bəli. 1 bölünsün 200 minə qədərdir ona görə. Böyük miqyas. Cavab D variantı. Nədir səhv yazmısan bunu? Sonra neçə? 33. 33'e kadar var Abbas. Yox, mən 38. Aha, bax 33'e bax. Yəqin ki 33-ünü düz yazmısan, düzdür? Burada bir dənə 32-yə birinci deyim, ondan əlaqəlidir. Bax, 32-yə yəqin ki xəritədəki məsafə 80 sm götürmüşük. Düzdür? Həqiqi məsafədə qlobusa ekvatorun uzunluğunu götürmüsən yəqin ki 40.076, düzdür? Bəli. Dimdə onu yuvarlaq götürürük həqiqi məsafəni onda 40.000 metr, kilometr. Bunu da böləndə qlobusdan danışıram ha. Miqyas eləyir 500. Qabağına da 5 dənə sıfır atmışsan C variantı. Razısan məndən? Bəli. Bax, indi bu 33-cü sualın bundan fərqi nədir? Bax, meridian burada normalda sən mən desən belə eləmisən. Xəritədəki məsafəni 50 götürmüsən. Meridian da 40.009 deyildi. Buna götürmüsən 40.000 həqiqi məsafəni. Belə hesablamısan. Məncə belə hesablamalısan. Hə? Bəli. Aha. İndi burada niyə sənin cavabın səhv gəlib? İndi izah edirəm. Bax. Qlobusda, bax, burada indi əyanı göstərə bilmirəm. Qlobus tam bir çevrə deyil. O xətt elə bil ki meridian tam çevrə çəkir də, düzdür? Bax. Elə bil ki qlobus da. Bəli. Bax, bu qlobus, düzdür? Bu qlobus da tam çevrə, qlobusun arxasına da gedir, düzdür? Tam elə bir çəkir onu, dairə deyir. Amma xəritədə isə bu kağızdır. Bu kağızın arxası yoxdur. Ancaq bir dənə xətt çəkilir. Onda biz burada xəritədə meridian uzunluğunu deyəndə qlobusun yarısı götürürük. Yəni 20.000. Aydın oldu. 20.000 də 50-yə böləndə 400 edir. Qabağına da 5 dənə sıfır atırıq. D variantı. Səniz bu arada sən səsin gəlmir mənə. Sonra Abbas. Məndə bəxtə yoxdur. Abbas var. 37. 38. Xəritənin miqyası kiçildikcə dəqiqlik bax. Bunu Mən sən bunu texniki səhv eləmisən. Bir dənə də bax. Bax miqyas kiçiləndə B deyil. bəli, belə. Bu səhvləmiş. Var başqa? Yox mu? Aha. Deməli, gələn dərs oxuyacaqsınız 17-18-ci paraqrafları. Xəritə qlobusu yazacaqsınız 51-100 aralığı. Qrupa təndə atacağam. Başqa da heç nə. Can sağlığı. Özünüzə yaxşı baxın.